Salam müəllimlər və şagirdlər. Bugün bildiyiniz kimi aprel ayının 27-si 4-cü ay 2025-ci il 9-ların 3-cü zona 9-ların sonuncu buraxılışı keçirildi və o suallar əsasında ilk öncə qrammatikanı təhlil edək. Qrammatikanı yerləşdirim, ardınca da mətnlərin izahını yerləşdirəcəm. Görüm yoxlayım görüm elə burada şagirdim necə yazıb qrammatikanı hələ ki. Gəldik. 27-ci sualı nə istəyir? Şəxs əvəzlərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Bəli, biz bilirik ki, şəxs əvəzləri tək və cəm olmaqla iki yerə bölünür. Yəni, mən, sən, o təkdir, biz, siz, onlar cəmdir. Bir götürürük. Sonra bu əvəzliklərdən bir qismi hallana bilmir. Əksinə hallanır. Biz demişik ki, şəxs əvəzləri hallana bilir, mənsubiyyətə görə dəyişə bilmir. 2 səhvdir. 2-ləri çıxıram avtomatik. Sonra 3-cü şəxs bildirən şəxslər əvəzliklər insan, heyvan və cansız əşya anlayışı bildirir. Bəli, düzdür. Biz deyirik ki, 3-cü şəxs, yəni o və onlar həm insan anlayışı bildirir, həm heyvan, həm də cansız. 3 də doğrudur. Cümlənin yalnız mübtədası olur. Xeyr, ola bilir. Məsələn, cümlənin şəkilçiləri qəbul edir, tamamlıq da ola bilir. Onu mənə ver, nəyi mənə ver? Oldu cümlədə tamamlıq. 4-ü də silirəm. 4-ü də silirəm. Hələ ki 1, 3 doğrudur. Mən və biz əvəzləri yiyəlik halda digər əvəzliklərdən fərqli şəkilçi qəbul edir. Deməli 1, 3, 5. Bəli, mən, mənim və bizim əvəzlikləri, bunların hal şəkilçiləri im kimi qəbul edir. Digərlərində isə ın, 4 variantlı şəkilçi kimi qəbul olunur. Yalnız mənlə bizdə im kimi olur. 5 də doğrudur, doğru variant oldu. 1, 3, 5. Bu doğrudur. Digər testlərə baxaq. Nə deyir burada 28-də? Deyir ki, düzəltmə sözlərinin sırasını müəyyən et. Doğrudur. Burada kəsərdən kəsərli. Burada qardaş sözü pozur. Burada çəhrayı sözü pozur. Çəhray sözümüz yoxdur. Burada oxumaq pozur. Çünki maqmək məzdərdir. Burada doğru variant ölçüdən ölçü, ölçülü. Qayğıdan qayğıkeş, qayğıkeşlik, bağdan bağlan, bağlantı. Doğru variant D variantıdır. Bu səhvdir. Sonra keçdik. Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Cümləsində mübtəda nə ilə ifadə olunur? Sağlamlığın birinci şərtidir. Sağlamlığın şərtidir. 3-cü növ təyini söz birləşməsində ifadə olmuş xəbərdir. Havanın təmizliyi 3-cü növ təyini söz birləşməsində ifadə olmuş mübtədadır. C variantı doğrudur. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən et. Getmək istərdim, yəni mən. Ancaq o israr etdi. Nə etdi? İsrar etdi. Kim? O. Getmək istərdim. Nə etmək istərdim? Getmək istərdim. Kim? Mən. Getmək istərdim, birgə xəbər götürür. Biz bilirik ki, məstər, üstəgəl istərdim, başlardım. Bunlar birgə cümlənin xəbəri götürülür və tərkib olmur. Sadəcə birgə götürülür. Bəzən uşaqlar çaşır ki, burada elə məstərin şəkilçisi var, elə tərkib götürüm. Xeyr, tərkib deyil. Getdik, doğru fikirləri soruşur bizdən. Doğrudur, yanlışdır. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Bəli, bağlayıcı ilə bağlanıb, qarşılaşdırma bağlayıcısıdır. Həmciz xəbərli sadə cümlədir. Xeyr, hərəsinin özünün mübtədası, özünün xəbəri var. Birinci cümlə mübtədası unudulmuş müəyyən şəxsi cümlədir. Bu tabesiz mürəkkəb cümlədir. Yazıb ki, həmciz xəbərli sadə cümlədir. Xeyr, tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlədə olduğuna görə hər ikisinin özünün mübtədası, özünün xəbəri olur. 2-ləri silirəm, əlimin altı təmizlənmək üçün. Yanlışdan tərəflər arasında bərabər hüquqluluq var. Bəli, tabesiz mürəkkəb cümlədirsə, orada mütləq tabesiz bərabər hüquqluluq olacaq. Ya əgər tabesizlik tutanım varsa və yaxud tabesizlik əlaqəsi olsun və yaxud tabesizlik cümləsi olsun dedikdə mütləq bərabər hüquqlu ya sözlər olmalıdır orada ya da bərabər hüquqlu cümlə. Burada bərabər hüquqlu cümlədir. Hərəsinin özünün mübtədası, özünün xəbəri var. Bu doğrudur. 3-lər də belə getdi.
Tərkib hissələrindən biri şəxsiz cümlədir. Xeyr, hər iki tərəfi müəyyən şəxsi cümlə ilə ifadə olunmuş tabesiz mürəkkəb cümlədir. Oldu 1, 4. C variantı, bu da doğrudur. Aha. Sonra gəldik 31-ə. 31-də bizdən nə istəyir? Bizdən istəyir ki, əleyim sözündə bitişdirici samit işləndiyini nəzərə alınsa, hansı fikir doğru olar? Bunu mən iki cür düşünə bilərəm. Biri var isim kimi, bir də var fiil kimi. Ələ, plus, y bitişdirici, bir də əleyim. Aha, bu formada düşünə bilərəm. Gələk baxaq, bizdən bu bitişdirici samit sözünü qoymasaydı, bax bitişdirici samit ifadəsini qoymasaydı, mən onda iki cür düşünə bilərdim. Həm ələ kimi, həm də ələyim kimi. Yəni həm fiil kimi, həm isim kimi. Bizə bu açar sözdür, bitişdirici. Yəni mən bu formanı düşürəcəm. Yəni ələyim. İki leksik, bir qrammatik şəkilçisi var. Baxaq görək, əldən ələ, ələyim, bir leksik, bir qrammatik şəkilçi oldu. Birlər getdi. Sonra əvvəlində mənim əvəzlik işlənə bilər. Xeyr, isim deyil ki, əvəzlik işlənsin. Feilin yanında əvəzlik nə gəzir? 2 də getdi. 2-ləri də silirəm əlimin altından. Hə, bunu belə düşünürük. Mən ələyim. Mən ələyim. Təsriflənən feil əmr şəklindədir. Bəli, əmr şəklindədir. 3 doğrudur. Birinci şəxsin təkində işlənir. Qeyd etdim. Yəni, mən ələyim. 4 də doğrudur. Feili xəbərin ifadə vasitəsi ola bilər. Bəli, biz demişdik ki, feili xəbərin ifadə vasitələri feilin şəkilləri olur. Bu da düzdür. Hansı variant? Heç bilmədim ki, hansıları doğru qeyd elədim. 3, 4, 5. Bu da doğrudur. Hansı variant? Deməli, baxaq görək burada. Deməli, oldu 3, 4, bir də 5. Doğru variant B variantıdır. Burada B variantı, bu da doğrudur. Sonra gəldik 32. 32-yə baxaq. 32-də nə deyir bizdə? Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Arazın elə deyildiyi kimi yazılır. Digərlərə baxmağa heç ehtiyac yoxdur. Əsas bəz qalası elə olduğu kimi yazılır. Heç buna da baxmağa dəyməz. Süleymana buna da baxmağa dəyməz. Qonaqlar gələcək. Burada olur x, gələcək, x üstü iştirik. Oldu D variantı, bu da düzdür. İcbar növ feilləri müəyyən et. Ütüdən, doğru variant Y variantıdır. Ütü, ütüdən ütülə, ütülət. Mişardan, mişarla, mişarlat. Möhürdən, möhürlə, möhürlət. Yəni kiməsə elətdir. İcbar növün əsas şərtlərindən biri digər şəxslərə işi icra elətdirirdi. Bu da doğrudur. Hələ ki bir dənə səhvimiz var. Getdik. Hansı nümunədə ilk söz yalnız xitab kimi işlənə bilər? Yalnız xitab kimi, yəni iki cür yox. Biri var cümlə üzvü kimi, bir də var xitab kimi. Sabir, Orxan, Turac və Anarla danışsınlar. Sabir, Orxan, Turac və Anarla danışsınlar. Burada xitab kimi. Bir də deyirəm ki, Sabir, maraqlı sualdır bu. Sabir, Orxan, Turac və Anarla danışsınlar. Burada həm həmciz kimi düşünürəm bax bu variantı, həm də xitab kimi. Bu deyil. Sonra sahib, Elşən, Turqayı tədbirə dəvət etdilər. Həmcizlik var. Burada bir də deyirəm ki, sahib, Elşən, Turqayı, yəni Elşəni, Turqayı tədbirə dəvət etdilər. Həm xitab, həm də başqa cümlə üzvü kimi, yəni tamamlıq kimi düşünə bilərəm. Həmcizlik kimi. Sonra Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Bir dəfə tamamlıq kimi düşünə bilərəm. Kimi ilə? Aysun ilə, Nuray ilə, Zəhra ilə. Bir də tamamlığın həmcizliyi kimi. Bir də deyirəm ki, xitab kimi. Aysun, Nuray və Zəhra ilə məsləhətləşsin. Bunda iki cür düşünə bildim. Lalə, Əhməd də, Uğur da hesabat hazırlaşsınlar. Burada isə bircə dənə xitab kimi düşünürəm.
Çünki bax, Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Əgər versəydi ki, məsələn, tutalım, bunu iki cür düşünməsəydik, məsələn, əgər bu danı verməsəydi, bu sonucu danı versəydi, onda buranı da dana bağlayıcı kimi düşünərdik. Bax, buranı da da kimi. Məsələn, əgər buradakı Əhməddəki danı verməsəydi, məsələn, Lalə, Əhməd, Uğur da hesabat hazırlasınlar. Bir də belə də düşünə bilərdim, əgər bu da verilməsəydi. Lalə də, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Ona görə danı burada verdiyinə görə, bu iki tərəfdə verdim. Bircə dənə buranı mən xitab kimi düşünə bilirəm. Laləni xitab kimi düşünə bilirəm. Burada da doğru variant oldu D variantı. Sonra köməkçi nitq hissələrinə aid sözlərin işləndiyi cümləni müəyyən et. Ardıcıllığını. Əlbəttə dünyanı qadınlar idarə edir. Lakin tarixçilər ancaq kişilərin adını bilirlər. Əlbəttə burada modal sözdür. Təsdiq bildirən modal sözdür. Amma, ancaq, lakin, fəqət isə bu qarşılaşdırma bağlayıcısıdır. Sonra ancaq kişilərin adını bilirlər. Bu da isə ədatdır. Mən ancağı ədat olduğunu bağlayıcıdan fərqləndirmək üçün onun yerinə yalnız sözünü qoyuram. Məsələn, yalnız kişilərin adını bilirlər. Özünü sinonim yoldaşlarına əvəzləşdirə bilirəmsə, olur ədat. Oldu 1, 2, 3. Bax, görək doğru variant hansıdır? 1 modal söz, 2 bağlayıcı, 4 ədat. Ədat, mən niyə qoşmanı qeyd eləmişəm, çaşdırmayın. 4 oldu, doğru variant 1, 2, 4. Aha. Digəri də deyir ki, bizə biri ismi birləşmədir. Biri ismi birləşmədir. Dərs oxuyanda bu feili bağlama ilə ifadə olmuş feili birləşmədir. Yaxşı oxumadan, yenə madam mədən feili bağlama ilə ifadə olunmuş feili birləşmədir. Yarışda qalib gəlmək məslərlə ifadə olunmuş feili birləşmədir. Qaça-qaça gələn feili sifətlə ifadə olunmuş feili birləşmədir. Ancaq ellər yaraşığı ismi birləşmədir. İkinci növ təyini söz birləşməsinə ifadə olunur. Deməli, belə çıxır ki, şagirdim bircə dənə səhvi çıxdı. Hansı səhv idi o da? Baxım görüm. 28-ci testdədir bu səhv. Deməli, onunla 9-u düz. Yaxşıdır, maşallah, maşallah. Mətnləri isə birazdan sonra arda-arda yükləyəcəm. Ona da baxarsınız testlərin izahına. Siz sağ, mən salamat.